Okey. Yayına çalışam. Bu arada Discord sizdə təzələnib. Bayağı zor oldu. Şeydi və ayarlardan yayına girin bir şey göstərəcəm. Nə dedin? Yayına girin bir şey göstərəcəm. Ayarlardan sol tərəfdə appearance hissəsinə gəlsəz, ona Yuxarıda. orada şey var. Onyx deyə bir dənə təzə şey var. Rəng modu var. Normalda Discord belədir axı ya da belə. Əvvəl belə idi, sonra bu gəldi. İndi bu var. Onyx-ə çevirin, daha tünd olur, çox zor görünür. Onyx-ə çevirək də. Appearance. Mən çevirdim. Evet. Nasıl? Məndə o qədər qaralar bilinmirdi, yəni fərqi olmur. AMOLED deyil sənin ekran. Yox. Vay aman. O nə tər olur elə? Yəni qara deyil də məndə, onu demək istəyirəm. AMOLED deyil. Amma telefonda hiss olunur və çox qəşəng. Amma yəni çox da hiss elətdirmir bu əslində. Bilmirəm tərəflərsən. Amma UI-ı çox daha qəşəngləşdiriblər. Bəli. Okey, limit. Limit məncə real ədədlərdəki Kimdənsə limitdən səs kas. yankı eləyir. Danış. Mənim öz səsim özümdən yankı eləyənməz. Hə, yankı eləyir. Mənim öz səsim özümdən yankı eləyir. Hə. Nətər ya? Yankı da eləmir. Mən lazım. Mən bir də qoşdum görüm. Yayının səsini, bəlkə yayının səsindəndir. Ola bilərmi elə bir şey? Necə? Yayının səsini batır, gör nə olur. Onda da yankı eləyir. Amma yayından mənim səsim niyə tezdən gəlsin ki? Alo, bir Sən indi gəlmir, yox, indi gəlmir. Səsini aldım yəni. Qərib işlər. Nəysə, lövhə görünür də sizdə. Bəli, müəllim. Evet. Onda mən birinci real ədədlərdəki limiti bir qısa təkrar keçsək yaxşı olar. Çünki çox çətinlik çəkir insanlar. Oy, nə qrafikdə. Bu hər hansısa bir funksiyadır. fx bərabərdir. Bərabərdir lazım deyil. Məsələn, x bərabərdir a nöqtəsində limit tapacağıq. A yox, x0 deyək də. Kitablarda həmişə x0 yazılır. Nə yazırıq? Limit x0-a yaxınlaşanda fx nəyə bərabərdir? Deməli, biz həmişə nə deyirdik? Bir epsilon götürürdük. Daha doğrusu bir epsilon götürmürdük. For all epsilon deyirdik. Such delta that. Və epsilon ikisi də bunların sıfırdan böyükdür. Deməli, epsilon nədir? O da epsilon. Bu hissə. Bu hissə yox, daha doğrusu. Hətta bu hissədə bu nöqtə x plus epsilondur. Burada x minus epsilondur. Elə fikirləşin. Elə bir epsilon mövcuddur ki, pozitiv epsilon. Biz onu şey eləyəndə, mən deyəsən epsilonu səhv ifadə elədim. Deyəsən elə elədim. Çox başınızı qatmayacağım. Onu yadda saxlayın ki, epsilon x xəttinə aiddir. Delta da y xəttinə aiddir. Yəni, elə bir epsilon var ki, burada bu x xəttində onu daxil eləyəndə bizə deltanı qaytaracaq funksiya. Daha doğrusu funksiya deltanı qaytarmayacaq. Elə bir epsilon var ki, ona uyğun bir delta sayəsində biz limit x0-ı fx-dəki qiymətini tapa bilirik. Yəni, o cürə yadda saxlasınız, okey olur. Və epsilon lüboy bir ədəd ola bilər. Delta lüboy olmur. Delta həmişə bir dənə olur. Onu tapmağa çalışırıq. Epsilona uyğun olaraq. Amma epsilon lüboy bir ədəd olur. Deməli,
x çıxılsın x0 modulda həmişə kiçik olur epsilondan. Və fx-də çıxılsın L, yəni limit. Bu limiti ifadə olaraq yazdım. Kiçik olur həmişə deltadan. Biz bunu göstərə bilsək ki, epsilonun hansısa bir qiymətində elə bir delta ala bilirik ki, bu ikisi ödənsin. Onda deməli bizim limitimiz exist olur, yəni limitimiz var. Yox, əgər elə bir delta tapa bilmiriksə, onda demək ki, limitimiz yoxdur. Yəni bu tərsinə əslində exist səhv eləmirəmsə sözündən gəlir deyə tərsinə yazırlar da, ekzistensial nəydi o sözün adı yadımdan çıxdı. Elə bir delta tapırıq ki, bu şərtlər Existential quantifier. Quantifier. Deməli, indi bir misal üstündə işləməyə məncə ehtiyac yoxdur, çünki çox işlənilib. Biz birbaşa kompleks olana keçək, kompleksin üstündə işləyək. Yenə x, y. Deməli. Düz yazmış, ha. Burada nə yazırıq? Limit f z z0'a yaxınlaşanda bərabər olur w0'a. Bu bizim limitimizdir. Yəni burada L yazırdıq, bunu yazmamışam. Burada da w0 yazırıq. Çox fərqli oldu. Və eyni şeylər yenə burada da keçərli olur. Z çıxılsın z0 modulda. Kiçik olur epsilondan. F z çıxılsın w0 kiçik olur deltadan. Real həyatlardakından eynidir. Sadəcə olaraq arqument yerinə z, obisinə də fz yazırıq. Və tərsinə yazdım. Deltadan bu epsilondan kiçik olmalıdır. Onda yuxarıda da tərsinə yazmışam, hə? Düz yazılmışdı. Yoxar normalında necə düşür? Normalda burada yazıb ki şeydir. Z-lər də delta ilədir. Belə olmalı deyil axı, bir dəqiqə, mənim belə yadımda qalmıyor. Məncə də... Niyə böyle yazdı ki? Bəlkə bunda belədir adisində. Adi limitə bax. Proof nədir? Definition. Sorry. Soundboard avtomatik şeydir. Elə başa düşür məni. Belə deyir ya. Şəkillər də olar bəlkə. Məncə də. Vay aman. Normalda da deltaymış da. Hələ deltadır. Hə. Nəysə, bunların yerinə səhv yazmışıq. Belə eləyik. Yoxdur, düzdür, hə. Okey. Bəs yuxarıdakıdan da şeydir, yuxarıya bax. Epsilon, ixtiyari delta olmalıdır. Yox, bu belə olmalıdır. İxtiyari epsilonda o dəqiqə yalan. Hədə düzdür, search for all x. Any positive number epsilon. Enitsə ixtiyari epsilon, hə. Yəni düzdür. Valla mənim niyə səhv tərsinə yadımda qalıb, hətta sənin də bilmirəm. Neysə. Okey, burada da eyni şey keçərdi. Sadəcə olaraq yenə dediyim kimi arqument yerinə z-dir, obislərdə fz ilə w0.
Bəs bu bir dənə şeyə qayıt. Nə? Öz çəkdiyin cədvələ yuxarıda. Yuxarı. Qardaşına. Orada indi Hə. x0-ın sağında, solunda delta olmalıdır. Delta olmalıdır, x0 hə. plus delta. Bu tərəflər x0 plus delta minus delta və delta da. Burada da eyni şəkildə. Bura bizim L'dir. Bura L plus epsilon. L minus epsilon. Belə. Buradakı qrafik məsələsi biraz fərqli olacaq. Düşəcəkmi bilmirəm. Limitdəki qrafik, amma yenə də çəkim ehtiyacı üçün başa düşülməsi çətin deyil. Demişdik ki, kompleks funksiyalara bir grafikin üstündə göstərmək olmur. Gələ 2 dənə qrafik olsun. Niyə? Çünki Z-in ayrıca x, y var, W-nun ayrıca x, y var. UV-si daha doğrusu. Deməli, burada x, y, burada da UV-ni çəkirik. Burada Z-i bir nöqtə kimi, bütün kompleks ədədləri ümumiyyətlə bir nöqtə kimi planedə işarə eləyə bilərik. Bunun öz x, y var və dedik ki, delta qədər şeydir. Neighborhood dərsinə baxmamışıq bir yerdə, amma ümid edirəm ki, müəyyən anlayışınız var da. Belə bir neighborhood olur kompleks planedə. Çevrə. Bunun uzunluğu deltadır. Deməli, biz yuxarıda yadınızdadırsa, x-in delta, bu da əslində neighborhooddur bir növ. Sadəcə olaraq 2 ölçülü deyildi, 1 ölçülü bir xəttin üstündə neighborhooddur. X-in delta neighborhoodudur. Yəni x çıxılsın delta, bir də x plus delta. Buradakı neighborhood 2 ölçülü olduğu üçün çevrə şəklində yazırıq. Yəni x-dən delta uzaqlıqda olan hissə. Bu tərəfə fikir versəz, x-dən deltadan daha çox uzaqlıqdadır. Amma bunun içi yox, delta qədər uzaqlıqdadır. Bu bizim bu neighborhoodumuzu alır və ona uyğun bir epsilon neighborhoodunda olur. Yer alır daha doğrusu. Burada epsilondur. Bizim V sıfırımızdır. Bu da bizim Z sıfırımızdır. Belə. Bu şəkildə. Aydındır. Bəli, amma bunun qrafikini istəməz də bunun. Məncə istəməz. Yox, yersizdən yəni bunun qrafikini niyə istəsin ki? Bir işə yaramır. Çünki bundan əvvəlki mövzuda o qədər qrafikdən şey olub ki, yəni burada ehtiyac qalmır artıq həmin qrafiklərə. Buna aid bir dənə nümunə işləsək, məncə hər şey aydın olacaq. Məsələn, elə example 1-ə baxaq. Fz bərabərdir İz bölü 2. Üstündə izah eləyə bilərsən, əgər aydın yazıbsa kitabın. Olar. Deməli. Bizə limiti verib, biz bu limitin var olub olmadığını prove eləməliyik. Prove eləmək üçün də sadəcə olaraq delta ilə epsilon arasındakı uyğunluğu tapmalıyıq, yəni münasibəti tapmalıyıq. Onu tapdıqsa, hər şey həll olur. Görsək ki, yox, o münasibət səhv çıxır, elə bir şey düz olmur, onda deməli limit disprove olunur. W0-ı verib, W0 çıxılsın, daha doğrusu Fz çıxılsın W0 bərabərliğini vermişdik. Epsilon, daha doğrusu kiçik də epsilon demişdik. Burada da bunu yazıb və sonra göstərib ki, Fz çıxılsın i bölünsün 2, yəni burada z-in 1-ə yaxınlaşdığını göstərib. Daha doğrusu, hədə düzdür. Və yerinə qoyub. Z-i burada yerinə qoyub. Yox, Z-i burada yerinə qoymayıb. Fz-i, Fz bərabərdir İz bölünsün 2 demişdik də. Ona görə burada Fz-i yerinə qoyub. Bunu alıb. Sonra bunun 2 epsilondan kiçik olduğunu
göstərib. Modulda olduğu üçün 0-dan böyük olduğunu da bilirik. Sonra nə tapıb? Delta'ya keçməlidir. Delta da nə deyir? Z0'ımız 1'dir. Z çıxılsın, Z çıxılsın 1. Hə, deltada da delta niyə yazmayıb ki? Yoxsa hara yazıb mən görmürəm. Şərtə bax gör nə deyir. Şərtə? Hə, şərtdə bizə deltanı verib bilməkdə, yox verməyib. Yəni Delta ümumiyyətlə verir ki, yox, deltanı biz tapırıq. Həmişə bizim şeyimiz Delta bərabərdir 2-yə yazıb ora. Hara? Hə, onu yazıb, onun şeyini yazmayıb da, ora gəldiyi yolu yazmayıb. Orada bir sən nə yazmalıdır? Z çıxılsın Z0 kiçikdir delta. Z0'ımız 1'dir, Z çıxılsın 1. Yəni Z çıxılsın 1 kiçikdir delta olur. Sağda zaten yazıb axı. Harda Z çıx bir 2-yə yazıb. Epsilonla yazıb da, delta ilə yazmayıb. Bilirəm, çox sadə bir addımdır. Delta Yəni bir 2-yə sətirlik çıxırdı oradan da. Hə də deltanın 2'yə olduğu çıxır. Onu burada açıq şəkildə yazmayıb. Burada göstərib birbaşa. Tamam, niyə bir dəqiqə çıxdı bir saniyə? Hə, çünki Z çıx Hə, 1 bu 2 epsilona bərabərdir. görə ayrıca həll edir, deltaya görə ayrıca həll Hə. edir. Prosta deltaya görə ayrıca həll eləməyi yazmayır. Onu yazsa nə olacaq? Burada yazma olur səhv eləmirəmsə. Hə. Yox, ümumiyyətlə bizə Z çıx 1 zaten deltanın alınması deyə yazmayıb, yəni. Yəni, hə. Elə bir şey. biz deltanın yerinə niyə həmişə epsilon qoyuruq? Deltanın yerinə epsilon qoyuruq. Sən necədir Teymur? Bax, biz məsələn bax hal-hazırda yuxarıda FZ çıxılsın V0 bizə Z çıx 1/2 verir, düzdür? Z çıx 1/2-də Z çıx 1 əslində bizdə deltadır. Çünki biz nə demişik? Deltanı tapanda Z çıxılsın Z0 demirik və ya Z0 deyil, nə deyirlər? Z çıx Z0. Z0 1-dir zaten. Orada yuxarıda var. Deməli Z çıx 1 nədir? Z çıx Z0. O da onun yerinə delta yazanda zaten məxrəcdəki 2 şeyə düşəndə o tərəfə ortaya çıxır ki, delta 2-yə də yəni. Deyə bilərsən ki, biz Z çıxılsın 1-in deltadan kiçik olduğunu tapırıq, bərabər olduğunu yox. Amma biz demişik ki, epsilon hər hansı istənilən bir müsbət ədəddir. Yəni epsilonu hər dəfəsində deltadan böyük bir şey kimi götürə bilərik. Ona görə Z çıxılsın 1-in yerinə rahat delta yazırıq. Epsilonu da elə edirik ki, deltadan böyük olsun. Yəni əlimizdədir də bu bizim. Ona görə rahat göstərirsən ki, modul delta kiçikdir 2 epsilondan ki, modul deltanın özünün yerinə də delta yaza bilərsən. Çünki şeydir. Belə. Aralıq belə çıxır ki, delta yəni epsilondan böyükdür də, aralıq olaraq. Olmaya da bilər. Burada burada elə çıxır. Burada elə çıxır. Fikir ver. Normalda elə deyil. Normalda 0-dan böyük olduğu deyilir ancaq. Hə, yox. Zaten ilk başda tapa bilməzsən. Sonradan tapdığın şeyə əsasən görürsən ki, hə, bax məsələn epsilon neybəhuduna bax. Bir də deltanın neybəhuduna bax buradakı. Oldu reis. Yəni bu əslində bunlar çevrələrin radiuslarıdır da epsilondan delta. Əgər delta 2 epsilona bərabərsə, hər halda delta çevrəsi daha böyük olacaq. Hə. Deməli, buna da baxaq tez. Burada da f-i z-in qoşması kimi verib. Z0'ımız da 0 özüdür. Hə, burada çox yazıb nə edib? Yəni yerinə qoyub limiti tapıb. Yenə yerinə qoyub limiti tapıb. Sonra limiti tapandan sonra da bir də deyəsən sağdan soldan yaxınlaşma söhbəti var yoxsa? Yox, sağdan soldan yaxınlaşma söhbəti burada olmur. Müəllim demişdi x y olanda birinci x-ə 0 qoyursan, sonra y-ə 0 qoyursan, 2-dən tapırsan. İkisinə görə limit verirsən, o temadır. Sağdan soldan limit burada yoxdur. Ona görə heç real zədlərdəki versiyasını da demədim. Gerək yoxdur çünki. İkisi də fərqli alınır deyə limit yoxdur da. Həfçə. Mən x-ə 0 verib y-ə 0 veririk. Bax, o biraz şeydir, iki arqumentli funksiyalardakı limitdə gəlib çıxır. Onu bir dənə Z x y-dən asılıdır axı ona görə. Hə. Normalda
real ədədlərdə nə yazırdıq? Fx x0-a yaxınlaşır deyirdik. Bu səfər funksiyamız fx deyil, fxy-dir. Yəni 2 dənə arqumenti var. F və y x0 və x y0-a yaxınlaşır burada. Və bu sayədə fx-y-imiz bərabər olur. Nə yazım? Limit yazım da. Buna bərabər olur. Burada da belə bir siyasət izləyirsiniz ki, birinci x bərabər 0 yazırsınız, sonra y-in y0-a yaxınlaşdığını ima edirsiniz. Deyim, limit y yaxınlaşır y0-a və fx y-i tapırsınız. Bu bərabər olmalıdır nəyə? Sağ tərəfdə də x-in x0-a yaxınlaşdığına baxaq. Y-i də bərabər eləyək 0-a. Bu bərabər olmalıdır bir-birinə. Limit x yaxınlaşır x0-a fx y. Okey, çox sağ ol, başa düşdüm. Bərabər olur bunlar. Hə, bunlar bərabər deyilsə limit doesn't exist deyirsən. Yəni bu doesn't exist. Yox, bərabərdirsə, hə, exist-dir və qiymətləri nədirsə, odur limit. Burada da fikir ver. Birinci y-in yerinə 0 qoyub tapıb 1, sonra x-in yerinə 0 qoyub tapıb mənfi 1 bərabər deyil. Vəsə. Okay. Limit üzərində teoremlər. Bunların isbatları Düşər. düşməz deyə fikirləşirəm. Amma hamısının sabit bir isbat yolu var. Yəni heç birində əndirəbadi şeylər baş vermir. Yəni bilirsən, isbat eləyəndə sadəcə bundan istifadə edirsən də, bundan o tərəfə heç bir şey keçmirsən. Sənin əlində bir, yox bu. Sənin əlində bir fz olur, z0 olur, w0 olur. Sadəcə olaraq delta ilə epsilon arasındakı qanun uyğunluğunu tapmalıyıq. Yəni bu proofları məncə özünüz bir baxın və ya araşdırın. Problem olsa elə baxaq. Çünki bir tık uzundur. Vaxt itirəcəyik. Bu UV-lər də çaşdırmasın da, yəni U hər dəfəsində real hissəni və hər dəfəsində xəyali hissəni şeydir. Və burada yazmaq yadımdan çıxıb, bəzən Z-i və W-nu parçalamalı olursunuz. Z bərabərdir x plus y, W bərabərdir U plus B, IV daha doğrusu. Yəni, W-nu bundan əvəz edirsiniz, Z-də bundan. W 0 olduğu üçün buna da 0 yazaq. Belə. Əslində fz özü də W-dur. Ona görə heç sıfırlar yazmıyıq. Sıfırları yazında da keçərlidir, amma belə daha aydındır. Və burada da z-in yerinə x plus y qoyub, z0-ın yerinə x0 plus y0. Eyni şey burada da keçərlidir. Burada lazım olanlar çalışmaları lazımdır. Burada olanlar da. Bunlar şeydir, bayaqki prooflardır. Bu ikisinin proofu asandır. Cəmin limiti bərabərdir limitlərin cəmi, bir də hasilin limiti bərabərdir limitlərin hasili. Kəsirdə də qeyri-adi bir şey varmı? Kəsirin isbatına bir dənə baxaq. Fz-in yerinə bunu yazıb, böyük fz-in yerinə də bunu. Sonra nə var? Hə, okey, bir-birinə vurub. Hə, bu hasilin isbatıdır. Bölmənin isbatı hanı? Bölmənin isbatını deyəsən yazmıyım. Neyse, bu isbatları
dediyim kimi özünüz baxın, başa düşmədiyiniz bir şey olsa soruşun, mən onu WhatsApp-dan izah edeyim. Yoxsa belə uzun çəkəcək. Hamı hansı mövzu? Belə mövzu var idi bizdə. Involving the point attentive infinite. Kim keçmişik dəqiq? Tamam, baxın da. Bəlkə atlamışıq bunu. Sərfə bilsən. Görürüz. Yox, mən gəlməmişdim ki, dərsə bilmirəm. Kim bilər bunu? Yox, bu Baxın continuity-dən dərsə. əvvəldir. Continuity-dən əvvəldir bu. 16. Limits involving the point attentive infinity. Müəllim bunu məncə elə belə dedi. Dedi kalkulus 2-dən bilirsiniz. Müsbət sonsuza yaxınlaşdırmaq üçün. O da öyle dedi. Öyle mi? Görürəm, baxım. Elə mi dedi, yoxsa necə dedi? Fset bunu yazıb. Limit fset sonsuzluq olanda. Hə, bu şeydir. Üstünə danışılası bir mövzu deyil. Bu üçünü yadda saxlamağınız kifayətdir. Bunların isbatı da var, amma yenə dediyim kimi bayaqki isbatlarla eyni şəkil şeylərdir. Lazım olsa soruşun WhatsApp-dan deyin. Burada uzun çəkəcək. 22 kimi hamısını keçmişik. Hə, bu üçünü bilmək kifayət edir. Limit fz sonsuzluqsa 1 bölünsün fz 0-dır. Bu normal limitdə də zaten belə idi. Fz w0-dırsa 1 bölünsün fz-də 0-a yaxınlaşanda w0 olur. Özü sonsuzluğa yaxınlaşanda w0 olursa, tərsi 0-a yaxınlaşanda w0 olur. Yəni bu da onun başqa versiyası. Belə. Burada da prooflarıdır. Hə, burada da ona uyğun bir dənə nümunə göstərib. Məsələn, z -1-ə yaxınlaşanda limit bu bərabərdir sonsuzluqdursa, sağdakı da bunun tərsidir. Deməli, bunun tərsi də 0 olacaq eyni şeyə yaxınlaşanda. İndi continuity-yə baxırıq. Continuity-nin realda da səhv eləmirəmsə 3 dənə şərti olmalı idi real ədədlərdə. Burada da 3 dənə şərti var. Deməli, heç lövhəyə ehtiyac yoxdur. Deməli, birinci limitin exist olduğunu göstərməliyik definition-dan. Bunu öyrə bildik. F(z0)'nun həmin yerdə exist olduğunu. Yəni, ola bilər bəzən funksiya həmin nöqtədə qiymət almasın, amma limiti olsun. Continuity-nin ödənməsi üçün həmin nöqtədə eyni şəkildə funksiya qiymət də almalıdır. Və həmin qiymət tapacağımız limitə bərabər olmalıdır. Bu üç şərt ödənirsə, hansı ki, ispat eləməsi çox da asan şeylərdir. Onda demək, funksiyamız həmin nöqtədə continuous-dur. Hə, söz yazmışam. Deməli. Limit continuous-dur. Hə, Funksiya. Limit funksiya continuous-dur. Deməkdir. Normalda continuity-ni rahat gözünüzün qabağına gətirə bilirsiniz də belə funksiya kəsilmirdi heç bir yerdə, ona görə continuous olurdu. Burada onu eləmək biraz çətindir. Ona görə sadəcə bu şərtləri ödəməyə fikir verin. Burada nə deyir? Composition of continuous functions. Bir şey var orada, differentiable-dur yoxsa yox. Differentiable o birisi mövzulardadır. Burada yoxdur. 19. 19. Hə, 18-19 zat. Hə, 18-də derivativə gəlir. Derivativ də ortaya girir, o differentiability. Onu indidən fikirləşib başınızı qatmayın, ona çatanda rahat ayırd edə biləcəksiniz. Çətin deyil. Composition of continuous functions is itself continuous. Yəni nə deyir? Mürəkkəb funksiya ki olur g fx. Məsələn, 1 bölünsün x plus 1. 1 bölünsün x plus 1-in içində bir də x plus 1 funksiyası var da. Bu composite funksiya sayılır. Deyir ki, əgər fz özü continuous-dursa, gz də continuous-dursa, onda bunların composition-da mürəkkəb funksiya halda şey olur. Continuous olur. Onun burada isbatı var. Çox sadə qısadır. Sən dediyin kimi, yoxsa əgər fz continuous-sa, gfz də continuous-dur?
Deyəm. Yox, ikisi də continuous olmalıdır. Okay. Yəni həm FZ ayrılıqda, bir də GZ ayrılıqda continuous olmalıdır ki, composition da olsun. Mhm. Deməli. If a function f(z) is continuous at and non-zero at the point z0 nə deyir? f(z) continuousdursa və z0 nöqtəsində sıfırdan fərqli qiymət alırsa, onda həmin nöqtənin neighborhoodunda sıfırdan fərqli f(z) olur. Bu bizim nə işimizə yarayır ki? Yəni burada nə demək istəyir? Deyir ki, əgər fz z0 nöqtəsində continuousdursa və sıfırdan fərqli bir qiymət alırsa, onda fz-in, daha doğrusu z0-ın hansısa bir neighborhoodunda elə bir nöqtə var ki, ən azı bir dənə nöqtə var ki, şeydir. Fz orada sıfırdan fərqlidir. Onu da nə ilə şey eləyir? Deyir ki, z0 fz dedi ki, z0 nöqtəsində sıfırdan fərqli bir şey alır da. Deməli fz0 sıfırdan fərqlidir və neighborhoodun özünə daxildir. fz0 bölünsün 2 də neighborhoodun daxilində olduğu üçün və bu məxrəc sürət daha doğrusu sıfırdan fərqli olduğu üçün kəsr də sıfırdan fərqli olur. Yəni deməli həmin neighborhoodda sıfırdan fərqli başqa bir ədəd tapmış oluruq. Onu demək istəyir də bu nə işimizə yarayacaq onu bilmirəm. Hə, yəni Davam burada edirik. So if there is a point contradiction contradiction-la falan deyir. bura fərq etmiş. Okay. Hı. The point z çıxılsın z0 bunlarındasa at which z0 bərabər f z0 bərabər. O nədən belə oldu? Yəni 0 deyir ki, fz 0 olsa contradiction Anladım. yaranır. Onu anladım. F Tam olaraq necə? Hə də, hə, deyir düzdür. ki, Bunun yeri bu 0 olsa, hə, yox, bu biraz fərqli deyil. Okay, bu 0 burada yenə limitin definition'ını yazıb, sonra göstərib ki, bu 0 burada şey epsilonda, epsilona istədiyimiz müsbət ədədi verə bilirdik. Yaxı ona görə bu da elə eləyib. fz0-ın yerinə də 0 qoyub, yəni bunun tərsini deyir də. Burada deyir ki, fz0-ın 0-a bərabər olmadığı. Hə. Bunun tərsi olaraq fz0-ı 0 götürüb və görüb ki, axırda bu alınır. Bunun yerinə 0 qoyanda nə olur? fz0 kiçikdir modul fz0 bölü 2. Bu heç vaxt düz olmadığı üçün contradiction yaranır. Yəni deməli bu bunun tərsi olmalıdır. fz0-ın özünün də 0-dan fərqli olduğunu demişdik də, çünki continuous and non-zero at point z0. Hə, burada da continuity üçün biraz ümumi bir şey yazıb. FZ-i demişdik də keçən dəfəki funksiyalar şeylərini təkrarlayanda. Həmişə real hissə ayrıca x-y funksiyası olur, xəyali hissə də ayrıca x-y funksiyası olur. Deməli, FZ-in özünün continuous olması üçün bir dənə şərt də var ki, daha doğrusu bu ayrıca bir şərt deyil də. Yəni zaten FZ-in continuous olduğu üçün 3 şərti ödəndiyini tapanda görürsüz ki, avtomatik bunlar da ödənir. Orada da deyir ki, u, x, y və v, x, y ayrılıqda özləri də həmin nöqtədə continuous olmalıdır. Yəni, bu ikisi continuousdursa, zaten aydındır ki, continuous funksiyaların cəmi də continuous olur. Ona görə bu şəkildə ispat edə bilir səhv eləmirəmsə.
If and only if its components function. Ha, yəni komponent funksiyaları da bunlar deyir. Onun isbatıdır. Məncə gərək yoxdur. Heç danışılmayıb bu haqda sinifdə də. Bunlar da suallar. Derivativ. Davam edək yoxsa fasilə verək? Sizdən asılıdır. Verək bir 10 dəqiqə. Olar. Ya 5 Olar.